Baba, ana kitabda oxuyursan? Baba, denəndə nə oxuyursan? Mən balam, fikirliydim, ona görə eşitmədim səni. Nə haqqındadır kitab? Azərbaycanın igid oğullarından biri haqqındadır. Kimdir o? Adı nədir? Şəhid olub? O iki müharibənin ikisində də vuruşan komandir Muxtar Həşimovdur. Şükür olsun Allaha ki sağdır. Amma bir neçə dəfə ağır yaralanıb. Baba, qazidir? Həm qazidir, həm də müəllim. Əsas odur ki, Azərbaycanın igid oğlanlarından biridir. Cəsur insanların taleyi əksər hallarda bir-birinə bənzəyir. Ancaq bizim qəhrəmanımızın həyatı eyni zamanda bir çox özəlliklərlə də zəngindir. Qarabağ qazisi, ehtiyatda olan mayor Muxtar Müəllim Həşimov 25 sentyabr 1956-cı ildə müqəddəs bir məkanda, Laçın rayonunun övliyaların və dahilərin dünyaya göz açdığı Cicimli kəndində anadan olub. Muxtar Həşimov 1964-74-cü illərdə orta məktəbdə oxuyub. 1975-1977-ci illərdə Sovet ordusu sıralarında hərbi xidmət keçib. O, 1984-cü ildə Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu bitirib. O, ixtisası üzrə Laçın rayonunun Qorçu, Qızıldərəsi, Cicimli və Aşağı Cicimli kəndlərində müəllim və direktor müavini işləyib. Mənim oğlum Muxtar çox yaxşı övladdır. Atanın, ananın qədrini bilən, ailəsinin qədrini bilən, vətənpərvər. Bax, belə övladdır mənim övladım. Muxtarın atası Muxtarı çox-çox istəyirdi. Özdəki Muxtarın babasının adını qoyulubdu Muxtara. Ona görə atası, onun atasının adını daşıdığına görə çox istəyirdi. Milli Azadlıq Hərəkatı bütün ölkəni bürüdüyü zaman Muxtar müəllim də Bakıda, Sumqayıtda, Salyanda və digər bölgələrdə təşkil olunmuş mitinqlərdə çıxış edərək imperiya qüvvələrinin ölkəmizdən çıxarılmasını tələb edənlərin səsinə səs verirdi. 90-cı illərdə bizim Cicimli kəndi hər tərəfdən erməni kəndləri ilə əhatə olduğu vaxtda bizdə münaqişənin ən qaynar yerinə çevrildi kəndimiz. Məktəbdə rəhbər işləyirdim, məktəbin zabiti işləyirdim. Gündüzlər dərs deyirdik, gecələr kəndin kənarında postlar qurub müdafiə qurğuları ilə əhalini, dinc əhalini qoruyurduq. Artıq sərhəd kəndləri düşmən hücumlarına məruz qalırdı. Cicimli kəndi də hər tərəfdən düşmən kəndləri ilə əhatə olunduğuna görə daha çox çətinliklərlə üzləşirdi. Buna görə də Muxtar müəllim əli silah tuta bilən həm kəndliləri ilə birlikdə doğma yurtlarının müdafiəsinə qalxdı. Ordu qurulanda Laçında ilk silahlananlardan biri də mən oldum. Ermənilər başladı torpaqlarımızı işğal eləməyə, kimi harda gördülər, öldürdülər. Belə-belə bizə əziyyət verdilər. Bunlar da bir qazarma düzəltdilər, özləri kəndin öz uşaqları ilə, bacıları da Muxtar. 1991-ci ilin sonlarında nizami ordu yaranmağa başladı. Muxtar müəllim də tərəddüd etmədən dərhal rəsmən ordu sıralarına yazıldı. Laçın işğalından sonra ümumiyyətlə ən dinc peşəmi, müəllimlik peşəmi atdım və həmişəlik hərbiyə gəldim. Uzun illər Laçın, Qubadlı ərazisində, Ağdam, Füzuli, Cəbrayıl ərazisində çoxlu döyüşlərdə iştirak elədim. Təsadüfi deyil ki, sıravi əskərdən batalyon komandirinə qədər bir döyüş yolu keçdim. Bu ağır döyüşlər zamanı Muxtar Həşimov taqım komandiri, bölük komandiri, taborun qərargah rəisi və tabor komandiri əvəzi kimi çətin və şərəfli döyüş yolu keçdi.
Mən artilleriya diviziyonunun komandiri idim. Həşimov Muxtarla 1992-ci ilin may ayında radio əlaqə vasitəsilə tanış olmuşam. Biz bir ay bir-birimizlə əlaqə saxladıq, amma üzdən bir-birimizi tanımırdıq. Döyüşlər zamanı Muxtar müəllimin topçularla qurduğu düzgün əlaqə nəticəsində düşmən ağır itkilər verdi. Laçın rayonunun Səfiyən kəndi uğrunda gedən döyüşlərdən bir gün qabaq Muxtar Həşimov mənim yanıma 2 dənə razvedkanın komandirin, bir dənə də tank Vuyrotan komandirin Musayev Tofiqlə Zabbarov Valihi göndərdi mənim yanıma. Onlar hansı istiqamətdən keçəcək hissəni mənə göstərib və düşmənin harda yerləşdiklərini dedilər. Biz ora artilleriya hazırlığı elədik. Artilleriya hazırlığından sonra Muxtar Həşimovun batalyonu hücuma keçdi ora. Orada 80 nəfərdən çox erməni xüsusi təyinatlısı məhv edilmişdir. Bu müddət ərzində o öz döyüşçüləri ilə birlikdə düşmənə ağır zərbələr vuraraq onların çoxlu sayda canlı qüvvəsini, zirehli texnikasını məhv etdi və bəzilərini ələ keçirtdi. Mən orada briqada komandiri olduğum müddətdə 10 dənə tank ələ keçirtdik. 8-i Muxtar müəllimin batalyonu hərəkət edən istiqaməti. Onun 4-ü salamat idi. Minamyot, 120'li 2 dənə minamyot, 4 dənə top, 4 dənə piyada döyüş maşını. O olan istiqamətdə bizdə həmişə uğur olurdu. Xeyli hərbi sursat əldə eləmişdi həmin batalyon. Əlbəttə ki, bütün bunlar Muxtar Həşimovun rəhbərliyi ilə həyata keçmişdi. Mən 1992-ci il dekabrın 22-sində Müdafiə Nazirliyindən Qubadlı rayonuna ezam olundum. 706 sayılı hərbi hissənin taboru Səfyan və Türklər kəndini düşmənlərdən azad ediblər. Hərbi hissənin komandiri polkovnik Rasim Muxtarovla bərabər biz Səfyan Türklər kəndinə getdik və orada o döyüşlərdə iştirak edən taborun komandiri mayor Muxtar Həşimovla mən tanış oldum. Olduqca səmimi, mehriban, çox vətənpərvər bir insan idi Muxtar Həşimov. Düşməndən qənimət kimi ələ keçirilən texnikalarla bizi tanış etdi. Mən vur düşməndən qisas almağa. Düşmənə sarsıdıcı zərbə yendirdik və buna görə onlarda matəm elan elədilər. Düşmən hesab eləyirdi ki, məlumat verirdi ki, Azərbaycan ordusu xüsusi təyinatları yığıb bizim üstümüzə gəlib bu cürə bizə zərbələr yendirmişdi. Amma həmin xüsusi təyinatlı dediklərinin komandiri bir kənd müəllimi idim, mən idim. Döyüşçülərim də könüllü döyüşçülər idi. Amma nəticəmiz çox nəhəng olmuşdu, qeyri-adi olmuşdu. Başına öz kətlərindən, öz qonşu kətlərdən o cicilməyə köməyə gələnlərin hamısını o komandanlar eləyirdi. Harda ki bir qaynar xətt olurdu, qaynar nöqtə olurdu, Muxtar Həşimov orada görmək olurdu. Muxtar Həşimovun döyüş xidmətlərini nəzərə alaraq, ordu rəhbərliyi bölgədə xüsusi təyinatlı xəndək taborunu yaradaraq onu komandir təyin etdi. Bura Qubadlı rayonunun Xəndək kəndidir. Mənim hücum batalyonum bu ərazidə yerləşirdi. Burada çox cəsur döyüşçülər yetişirdi. Təsadüfi deyil ki, ərazidə yeganə şturmanboy batalyon, hücum batalyonu bax buradaydı. Ağdamdan, Füzulidən, Zəngilandan tutmuş ərazilərdə hər yerə köməyimiz dəyirdi. Necə bir kombat kimi tanıyıram səni, irəlidə gedən kimi tanıyıram. Mən sizi görmüşəm, həmişə əskərin qabağında gedən görmüşəm. Qoy xalq da bilsin ki, bax, fəxr eləsin səni kimi da oğullarla. Məqsədim odur ki, və istəyərdim ki, bütün zabitlərimizin də belə məqsədi olsun ki, ancaq yeni ordumuzun yetişməsinə çalışsınlar, tərbiyə eləsinlər. Bəli. Çox təəssüflər olsun ki, xəyanət nəticəsində, vahid komandanlığın olmaması nəticəsində, silah sursatımızın kifayət qədər olmaması, ixtisaslı hərbi kadrlarımızın olmaması nəticəsində torpaqlarımız işğal olundu. Xüsusilə Laçın və Şuşanın işğalı Azərbaycanın çox ağır faciəsi oldu.
Mənfur düşmənlərimizin qara qapı adlandırdığı Laçın rayonunun işğalından sonra 1 il 4 ay ərzində bölgədə qalaraq mübarizə aparan Muxtar müəllimin döyüşçüləri Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarının müdafiəsi üçün əvəzsiz xidmətlər göstərdi. Ağdam, Cəbrayıl və Zəngilan rayonlarına da köməyə gedirdi. Həmin döyüşlər zamanı Muxtar müəllim 3 dəfə yaralandı. 3 dəfə yaralandım, müalicə olundum, bir də qayıtdım. Təəssüflər olsun ki, torpaqlarımızı azad edə bilmədik. Baba, axı Muxtar Həşimov müəllimi idi. Necə oldu komandir oldu? Muxtar Həşimov çox sevilən müəllim olub. Mənfur qonşularımız torpaqlarımızı işğal eləyəndə Muxtar müəllim qələmi qoydu yerə, sarıldı silaha. Beləcə də onun həyat yolu ordu ilə birləşdi. Mənim üçün böyük fəxr idi ki, mənim müəllimim bir zonada döyüşür, mən özüm bir zonada. Bu mənim üçün böyük fəxr idi. Və bu günləri mənim bu vəzifədə, bu rütbədə olmağıma müəllimlərimin düzdür. Təbii ki, hamısının öz yeri var, amma Muxtar müəllimin özəl yeri oldu ki, onun sayəsində mən bu günlərim hərbin sirlərini bilirəm, özümə aid və bu rütbəyə, bu vəzifəyə nail olmuşam. Muxtar müəllim mənim komandirim olub. Mənim yaralı vaxtda döyüş bölgəsindən çıxarmasında müstəsna rol olub. Öz şücaəti ilə, öz başının dəstəsi ilə məni yaralı vəziyyətdə düşmənin əlindən almışdır. Komandirlərim çox olub, amma axırda komandir kimi konkretni qəbul elədiyim insan Həşimov Muxtar olub. Mən Laçın Qubadlı ərazisində döyüşən momentdə orada xüsusi təyinat hücum batalyonunda döyüşürdüm. Bizim batalyon komandirimiz idi. Muxtar müəllim tələbkar idi, ciddi idi. Amma Muxtar müəllim tək komandir deyil, həm də böyük qardaşımız idi. Muxtar müəllim bizi döyüşə aparanda, bizlə döyüşə gedirdi, özü də qabaqda. Atəşkəs dövründə də Muxtar müəllim hərbi hissənin ideoloji rəhbəri kimi şəxsi heyətin döyüş əzminin, vətənpərvərlik ruhunun yüksəldilməsi üçün əvəzsiz xidmətlər göstərdi. Hərbiçilər atanızın yaralıdır deyəndə biz sevinirdik ki, biz atamızı görəcəyik. 3-4 dəfə atamın yanına ziyarətə getmişik hospitalda və çox maraqlı oldu ki, biz onda düşürük ki, sağalıb, yəni Bakıya qayıdar. Ancaq bir də baxır ki, atamız elə sağalıb oradan da təzədən müharibəyə gedirdi. Biz onu o zamanlar anlayamırdıq. Yəni bir insan, bir ailə başçısı ailəsini və bütün çevrəsini və rahatlığını qurban verərək döyüş bölgəsinə gedirsə və aylarla ailəsini, övladlarının üzünü görmürsə və bu Muxtar müəllim də elə bir şəxsdir ki, övladı üçün canını verər. Yəni bizi hədsiz dərəcədə çox istəyirdi. Müharibə olmayana qədər zamanın böyük hissəsini bizlə keçirən bir şəxs birdən-birə tam fərqli bir insana çevrildi. Digər qonşular uşaqları ilə oynayanda, valideynlər burada olanda, o müharibə dövründə biz evdə üzüntü görəndə anamız deyirdi, atanız vətən üçün gedib və həmişə atamızı o getdiyi əməlin gözümüzdə böyüdürdü. Yenə də biz uşaq olduğumuza görə, hisslərimizə qapıldığımıza görə biz onu indiki qədər dərk etmirdik. Atamın müharibədə olduğu vaxt həyatımın ən iki çətin dönəminə təsadüf etdi. Bunlardan birinci Qarabağ müharibəsində qardaşımla mən az yaşlı idik. Hər gün televizorda şəhid siyahılarının içərisində atamın adını eşitmək qorxusu bizi çox incidirdi. Mən döyüşlərə atılanda təbii ki, ailəm, valideynlərim hamısı narahat olurdular. Bu ölüm, itim, məhrumiyyət deməkdir. Ancaq buna baxmayaraq heç birisi nə anam, nə atam rəhmətlik, nə yoldaşım, nə qardaşlarım qəti surətdə mənə işlərimə mane olmurdular. Muxtar müəllim ehtiyata buraxıldıqdan sonra Bakı şəhərində pedaqoji fəaliyyətini davam etdirməyə başladı. Onun Cəmşid Naxçıvanski adına hərbi liseydə, 261 saylı məktəb liseydə, 290 saylı tam orta məktəbdə, Bakı müəllimləri təkmilləşdirmə və yenidən hazırlanması institutunda çalışdığı müddətdə gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində böyük xidmətləri olub. Əlində istəyir süngər olsun, istəyir qələm. Bu insanın daxilində elə bir böyük vətən sevgisi var idi ki, o hamımızı heyrətə salırdı. Və onun o vətən sevgisi
özü yaşamaqla bərabər o sevgini, o qarşısındakı o şagirdlərinə o vətən sevgisini elə bir heyrətamiz şəkildə qeyd etmişdi ki, inandırım sizi, bəlkə də həmin anda o uşaqları vətəni qorumağa səsləsəydilər, onlar əllərinə süngər alıb vətəni qorumağa gedərdilər. Muxtar Həşimov Azərbaycan Hərb Tarixi Muzeyinin rəis müavini işlədiyi müddətdə də özünün yüksək keyfiyyətlərini nümayiş etdirdi. Bu zaman Azərbaycan xalqının tarix boyu keçdiyi hərb səhnələrinə dair eksponatların qurulmasında və nümayiş olunmasına bilavasitə rəhbərlik edib. Bu hərbi xidmətlər, sonra pedaqoji fəaliyyətim, Bakı şəhərində xidmətimlə bağlı əlimdən gələni eləyirdim. Heç olmasa ürəyimin yanğısını ora qoyurdum ki, vətənsizlik, laçınsızlıq, Qarabağsızlıq məni məhv eləməsin. Komandir Həşimovun qəlbindəki Allah eşqi, vətən eşqi, insanlığa sonsuz məhəbbəti 2017-ci ildə onun uca Rəbbimizin izni ilə həcc ziyarətinə getməsinə səbəb oldu. Uzun illər döyüşlərdə qaldım. Dəfələrlə minalı sahələrdən keçdim, yaralandım, snayper gülləsi, qəlpə yaraları aldım, kontuziya aldım. Bütün bunları baxmayaraq, bunun hər biri və ümumiyyətlə yaralanmadığım bir çox döyüşlərdə Allah məni qorudu. Xeyli uğurlar qazandım. Bir kənd müəllimi üçün həqiqətən böyük uğurdu. Fikirləşdim, götür-qoy elədim ki, məni qoruyanın qarşısında öz borcumu verməliyəm və həcc ziyarətinə getdim. Müqəddəs Kəbədə birinci arzusu bu oldu. Ya Rəbbim, torpaqlarımızı yağı düşməndən azad etməkdə bizə yardımcı ol. Həmin döyüşlərdə mənim də iştirak etməyimə kömək elə. Peyğəmbər yurdunu ziyarət elədim. Həyatımın ən gözəl anlarını yaşadım. Və orada da müqəddəs məkanda, Kəbə qarşısında, Allahın evi qarşısında bir daha Allahdan təvəqqə elədim ki, yalvardım ki, ya Rəbbim, sən bizim vətənimizi özümüzə qaytar. Və bir daha təvəqqə elədim ki, mən istərdim ki, o yeni döyüşlərə özüm də atılım. Və şükürlər olsun ki, vətənimiz bugün azaddır və döyüşə mən də əli silahlı getdim. Muxtar müəllimin müqəddəs Kəbədə dilədiyi arzuları tezliklə həyata keçdi. Ali Baş Komandanımızın əmri ilə qoşunlarımız irəli atıldı. Yaşının 60-dan ötməsinə, şəkərli diabet, ürək xəstəliyi və 1-ci Qarabağ Savaşının iştirakçısı olmasına baxmayaraq, ordu rəhbərliyinin çağırışı ilə Muxtar müəllim də 30 nəfər Laçın könüllü bələdçiləri ilə birgə döyüşə atıldı. Baba, necə oldu ki, Muxtar Həşimov vətən müharibəsinə getdi? Bəs o 1-ci Qarabağ müharibəsində yaralanmamışdı? Mənim balam, Muxtar Həşimov elə zabitlərdəndir ki, dəfələrlə yaralanmağına baxmayaraq, rəhbərliyin çağırışına dərhal cavab verdi. Heç düşünmədən dəstəsi ilə döyüşə hazır oldu. Və nəhayət 30 ilə yaxın bir dövr keçəndən sonra Cənab Ali Baş Komandan irəli əmrin verdi. Xalqımız bir nəfər kimi ordu rəhbərliyinin arxasında birləşərək irəli atıldı. Mən də çox çalışdım ki, orduya cəlb olunum. Ancaq müharibənin 15-ci günündə Müdafiə Nazirinin rəhbərliyi məni çağırdılar ki, bəs ali rəhbərliyin göstərişi var ki, 92-ci ilin bacarıqlı zabitlərindən, ərazini tanıyan zabitlərindən bizə köməklərinə ehtiyacımız var. Gedərsənmi? Təbii ki, mən də böyük məmnuniyyətlə razı oldum və onda hörmətli generalımız dedi ki, bu gecə vaxt verik sənə, 92-ci ildəki döyüşçülərinizdən yığın, sabah sizi aparacaq Daşpırna. Vətən müharibəsi başlayanda, oktyabr ayının 16-sı Muxtar müəllim zəng elədi. Dedi, Hacı dayı, müharibəyə hazırsanmı getməyə? Dedim, bəli, Muxtar müəllim, hazıram. Biz Muxtar müəllimlə bərabər Müdafiə Nazirliyinə getdik. Oradan bizi döyüş bölgəsinə yola saldılar. Baxmayaraq ki, əksəriyyətimiz yaralıyıq, əksəriyyətimiz müəyyən problemlər, xəstə, səhhəti ilə bağlı
hamı bir nəfər kimi atıldı səngərə, ordumuzun yanına gəldi. 44 günlük müharibə zamanı mən ikinci dəfə ana olmağa hazırlaşırdım və atamın müharibəyə getməsi, həm onun səhhətinin yerində olmaması, həm yaşının müəyyən qədər olması və üstəgəldə qazi olması bizi narahat edirdi. Müharibə başlayan günündən atam hər gün divanın üzərində əyləşib, Ali Baş Komandanın çıxışlarını diqqətlə dinləyib, çox üzülürdü. Mən burada yox, orada olmalıyam. Müharibənin ən qanlı qadalı dönəmində artıq atama xəbər gəldi. Hazır ol və öz köhnə döyüş yoldaşlarını da yığ, gəl. Və atamın o sevinci, sevinə-sevinə çantasını yığmağını görüb heç kim ürək eləmədi ki, ona yaxınlaşıb desin ki, getmə. Çantasını yığanda yalnız bu sözlər deyirdim. Qızım, məni də başa düş, bilirəm sən bu dönəmində qoyub gedirəm, amma məğlub Mayor Həşimov olaraq yox, artıq inanıram ki, qalib Mayor Həşimov olaraq qayıdacam. Və bu həm sizin övladlarınız üçün bir fəxr olacaq. Bu sözləri eşitdik və atamı çox gözəl bir şəkildə yola saldıq. 44 günlük müharibənin böyük hissəsini orada oldu və bu yaşında və səhhətində dəfələrlə yaralanmağına baxmayaraq, yəni bunu sözlərlə izah edə bilmərəm də. Bir övlad üçün sadəcə fəxr edə bilərəm, qürur duya bilərəm ki, belə bir valideynin oğluyam. Mən Muxtar müəllimi 91-92-ci illərdən, müharibə başlayan illərdən tanıyıram. Muxtar müəllimlə biz 2-ci Vətən müharibəsində də bir yerdə iştirak elədik. Muxtar müəllim orada keçmiş təcrübəsindən, Muxtar müəllim vətənpərvərliyindən, orada nizamından, həqiqətən də Muxtar müəllim bir vətənpərvər, bir qəhrəman oldu. Bu 64 yaşında gəlib çıxıb bura. Burada döyüşür, burada snaryadın altında minamyot, yağış kimi göydən snaryat yağır. Muxtar müəllimin də bu 2-ci Vətən müharibəsində, bu qələbədə öz payı var. Şükürlər olsun bu günə. Vətən həsrəti ilə alışıb yanan ürəklər indi vətənə qovuşurlar. Allah bütün hərbiçilərimizi, Allah bütün insanlarımızı, Allah bütün türkümüzü qorusun. Amin. Qələbə ilə Laçına. Amin inşallah. Amin. Oğlum döyüşəndə mən ona qürur duyurdum. Deyirdim, şükür ki, mənim belə qəhrəman qorumayan oğlum var. Allah eləsin ki, valla vətənin qoruyasan, siz qorumayanda kim qoruyacaqdır? Hamı analar mənim kimi desəydi, ən yaxşı olardı. Mən 6 övladımın 6-sı ilə də fəxr eləyirəm. Tərbiyəli övladlar böyütmüşəm, tərbiyəli nəvələrim olubdur. Heç birisindən narazı deyiləm, hamısından da qürur duyuram. Bizim gecə postlarının qurulmasında, gənc əsgərlərin, zabitlərin növbət çəkməsində böyük köməyimiz olurdu. Hətta döyüşlərin gedişində də iştirak eləyirdik. Bir neçə döyüşlərdə, kəşfiyyat döyüşündə, açıq döyüşlərdə bizim bələdçi kəşfiyyatçılarımız iştirak elədilər şərəflə. Bir neçə nəfərimiz yaralandı və qələbə gününə qədər biz mübarizə apardıq. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Deməli, Xəndək batalyonunun binası bax burada yerləşirdi, hücum batalyonunun. Bugün özümüz də həmin batalyonun qərargahını azad eləmişik və gedirik Güləvirt batalyonunun qərargahına inşallah. Allah canınızı sağ olsun komandir. Bütün şəhidlərimizə qəni-qəni rəhmət diləyirəm. Allah rəhmət eləyir. Qazilərimizə Allah kömək dursun. Yaralı əsgərlərimizə Allah şəfa versin. Hər bir valideyn çalışır ki, onun övladları örnək bir olsun. Gələcəkdə vətəninə, millətinə, dövlətinə xeyirli bir gənc olsun. Təbii ki, bizim də övladlarımız var. Biz şanslıyıq ona görə ki, bizim övladlarımıza onu öyrətməyə ehtiyac yoxdur. Çünki onlar babalarından bunu artıq görürlər, öyrənirlər və çünki zamanlarının böyük hissələrini babalarından keçirirlər. Tam arxayınıq ki, artıq bizim övladlarımız, həm mənim, həm bacımın övladları vətən eşqi ilə, millət eşqi ilə böyüyür və düşünürük ki, inşallah da yararlı gənclik olaraq da böyüyəcəklər. Mən inanıram ki, bu cür ordusu olan, bu cür vətən sevgisi olan millətlə
biz hara qədər desən gedərik. Muxtar Həşimov 44 günlük müharibədə də iştirak edibdi. Orada da bir təcrübəli döyüşçü kimi, zabit kimi əlindən gələni edibdi. Əlbəttə onun artıq o yaşı uyğun olmasa da belə cəbhəyə can atırdı, döyüşlərə can atırdı. Onun qəlbi işğalda olan bizim o torpaqlarla vururdu. Ona görə də könüllü olaraq 44 günlük müharibədə də iştirak etdi. Əlindən gələni etdi ki, bizim ordumuz bu qələbəni təmin eləsin. Sizə bir dənə də sual vermək istəyirəm, sonuncu sual. Muxtar Həşimov kimdir? Muxtar Həşimov kimdir? Adi bir kənd müəllimidir, bir vətəndaşdır. Ancaq keçdiyim həyat yolu mənə daha çox, daxili aləmində tələb eləyir ki, Muxtar Həşimov bir hərbiçidir, bir döyüşçüdür. Mən özümü, baxmayaraq ki, sevib seçdiyim müəllimlik peşəsini öyrənmişəm, hardasa bir 20 ilə qədər müəllimlik sahəsində çalışmışam. Amma 15 il hərbiçi olmuşam. Bu 15 illik hərbiçi mənim canıma, qanıma hopubdur. Bu mənim qürur yerimdir, fəxr yerimdir. Muxtar Həşimov hərbiçidir. Baba, düşmənlərimiz yenə bizimlə müharibə edə bilər? Yox mənim balam. Nə qədər ki güclü, qudrətli ordumuz var, nə qədər ki Muxtar Həşimov kimi qəhrəman oğullarımız var, nəinki düşmənlərimiz, heç bir ölkə bizimlə müharibə eləməyə cəsarət eləməz, eləyə də bilməz. Gələcək nəsillərimizə mən ancaq bir döyüşçü kimi, bir müəllim kimi, bir ağsaqqal kimi onu tövsiyə eləyərdim ki, bu vətəni qorusunlar. Bu vətəni əmanət qoyub onlara gedirik. Qoy bu torpaqlara düşmən ayağını qoymasınlar, basılsın. Vətən əmanətdir. Dədə-babamızın, bütün ulu babalarımızın əmanətidir. Qoy Azərbaycan ölkəsi, qoy bir Türk ölkəsi əbədi yaşasın. Əskər, vətən əmanəti, yurd əmanəti. Əskər, ocaq əmanəti, od əmanəti. Əskər, vətən əmanəti, yurd əmanəti. Əskər, ocaq əmanəti, od əmanəti. Bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz və istənilən müstəvidə biz döyüşə hazırıq. Döyüşlərdə bərkiyəcək son sözünü demək üçün haqq yolundan dönməyəcək, azadlığa yetmək üçün haqq yolundan dönməyəcək, azadlığa yetmək üçün